بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه والتابعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي أما بعد. Az önce qardaşlarımız bizə Allah Azza və Cəllənin ayətlərindən bəzi ayələri oxudular. Və insan üçün böyük neymətdir ki, Allah Azza və Cəllə ona ölüm gəlmədən öncə ona öz əzəmətli sözlərini eşitdirir. Fəqət insanlar iki sinifdir. Bir, Allah Azza və Cəllənin nazil etmiş olduğu sözləri eşidənlər, bir də həmin eşitməklə bərabər Allah Azza və Cəllənin kəlamına qulaq verənlər. Qulaq verən də, verməyən də, eşidən də, eşitməyən də hər kəs Allah Azza və Cəllənin önündə cəmlənəcək. Və lakin Allah Azza və Cəllənin lütfündəndir, mərhəmətindəndir ki, qulları hələ gəlib ona çatmadan, ölüm onları haqlamadan Allah Azza və Cəllə onlara eşitdirir. Çünki o Allah qullarına qarşı şəfqətlidir. O Allah qullarına əzab etmək istəmir. Allah Azza və Cəllə istəyir ki, qulları eşitsin və Allah Azza və Cəlləyə təslim olsunlar. Allah Azza və Cəllənin istəmiş olduğu şey budur. Və lakin insan Rəbbini tanımasa, Rəbbinin kim olduğunu bilməsə, Allah Azza və Cəlləyə haqqı ilə qul ola bilməz. Baxın, insanlardan soruşsan, mütləq hər kəsin həyatının bəlli bir dönəmində namaz olub, oruc olub. Vallahi deyir, mən əskərlikdən qabaq namaz qılırdım. Və yaxud da deyir ki, mən falan dönəm evlənməmişdən bir il qabaq namaz qılırdım, sonra tərk elədim. İnsanların Allah Azza və Cəllənin dinini tərk etməsinin ən önəmli səbəbi odur ki, insan Rəbbini haqqı ilə tanımır. Çünki Allah Azza və Cəllə bizdən insanları namaza dəvət etməyimizi istəmir. Allah bizdən insanları oruca dəvət etməyimizi istəmir. Allah bizdən insanları Allaha qul olmağımızı, Allaha təslim olmağımızı istəyir. Ki, insan Allaha qul olarsa, Allahın əmr etdiyi namazı da qılar, Allahın əmr etdiyi orucu da tutar. Allah Azza və Cəllə öz Peyğəmbərinə, hansı ki bu kəlmə, la ilahə illallah kəlməsi, sahabə bu kəlmə üçün ölüb, ailələr itkin düşüb. Allah Azza və Cəllə Mədinə kimi bir yerdə Peyğəmbər sallallahu aleyhi və səlləmə ayə nazil edir. Fə'ləm ənəhu la ilahə illallah. Ey Muhammed, bil ki, Allahdan başqa ilah yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabəsini Mədinəyə göndərəndə ona dedi ki, onlara anlatacağın ilk şey la ilahə illallah olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm insanları namaza dəvət etmədi, insanları oruca dəvət etmədi, insanları həccə dəvət etmədi. İlk dəvət etmiş olduğu şey la ilahə illallah oldu. Çünki insan la ilahə illallahı başa düşməsə, la ilahə illallahın nə olduğunu bilməsə, insan Allah haqqı ilə qul ola bilməz. Allahın kim olduğunu bilməsə, Allahın nələrə qadir olduğunu bilməsə, Allaha haqqı ilə qul ola bilməz. Rəbbini tanımasa qul ola bilməz. Müşriklər gəldilər Muhammed sallallahu aleyhi və səlləmə, dedilər ki, ey Muhammed, de görək sənin Rəbbin kimdir? Allah Azza və Cəllə 7 qat səmanın üzərindən ayət nazil etdi. Qul huvallahu əhəd. De ki, o Allah təkdir. Bəlkə burada oturan bir çox insanlar bu surənin bu ayəsini eşidiblər. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləm bunu hansı yerdə bildirir? De görək sənin Rəbbin kimdir? Rəbbini bizə vəsf et. Allah 7 qat səmanın üzərindən ayə nazil edir. Qul huvallahu əhəd. De ki, o Allah təkdir. Və biz Allah Azza və Cəllənin təkliyini, Allahın birliyini hansı məsələlərdə biləcəyik? Bütün məsələlərdə, hər bir məsələdə bizim həyatımızı idarə edən Allah, bizim həyatımıza yön verən Allah, bizim üçün halalı haramı belirləyən Allah, o Allah tək olan Allahdır. O bizim ilahımız tək olan ilahdır. Və insana Allah Azza və Cəllə ağlı verib, nə üçün insan düşünsün, insan ibrət alsın. Bu dünya həyatı ki, fanidir. Burada oturan hər kəs bəlli bir yaşa gəlib çatmış insanlardır. Hər birinə yaxınlaşıb sual versək ki, bu 30 yaşa, 40 yaşa, 50 yaşa necə gəlib çatmışsan, ortaq bir cavab var. Bir göz qırpımında gəldim bu yaşa çatdım.
Həyat da belədir. İnsan bir göz qırpımında Allah Azza və Celləyə qovuşacaq. Necə Allah Subhanahu və Teala buyurur ki: "Və ilallahi turcaul umur." Sonda bütün işlər Allaha qayıdır. Hər kəs Allah Azza və Cellənin önünə cəmlənəcək. Həyat bir göz qırpımı qədər bitir. Lakin insana Allah Azza və Cellə ağıl verdi, bizi fərqləndirdi digər məxluqatdan. Ta ki insan düşünsün, ta ki insan təfəkkür eləsin. Necə Həsən Əl-Basri buyurur ki, bizim üçün deyir, təfəkkür etmək, düşünmək Allahın ayətləri üzərində gecələr səhərə qədər ibadət etməkdən daha fəzilətlidir. Çünki insan təfəkkür etdikcə Allahı tanıyır, Rəbbinin kim olduğunu bilir, Rəbbinin nələrə qadir olduğunu bilir. Rəbbini tanıyanla tanımayanın məsələ eyni ola bilər məgər? Eyni ola bilməz. Allaha qul olanla Allaha Azza və Cəlləyə haqqı ilə qulluq etməyən insanın məsələ eyni ola bilməz. Allah Azza və Cəllə bizim üzərimizdə nə qədər ki neymətlər var, insan baxır. Nə qədər önümüzdə neymətlər var. Önümüzü qoyaq bir kənara. Nə qədər bizim üzərimizdə neymətlər var. Baxın, mən danışıram, siz eşidirsiniz. Sən baxırsan, görürsən. Allah Azza və Cəllənin sənin üzərində nə qədər böyük neymətləri var. Necə Allah Subhanahu və Teala buyurur ki: "Və mə bikum min ni'mətin fəminəllah." Sizin üzərinizdə olan neymətlərin hamısı Allahdandır. Nəfəs alıb verə bilirsən, yeriyə bilirsən, baxa bilirsən, görə bilirsən. O yemək ki yeyirsən, onun dadını bir-birindən ayırt edə bilirsən. Bu şirindir, bu turşdur. Bu dadlıdır, bu dadlı deyil. Bu şirindir, bu acıdır. Sadəcə və sadəcə Allah Azza və Cəllənin sənə verdiyi bir dənə dil neyməti ilə sən yaxşı ilə pisi, dadlı ilə dadsızı bir-birindən ayırırsan. Necə Allah Azza və Cəllənin üzərində neymətləri, Allahın bizim üzərimizdə olan neymətləri necə də çoxdur. Və Allah Azza və Cəllə və fi enfusikum, sizin öz nəfslərinizdə də deyir Allah Azza və Cəllə sizin üçün nümunə var. İnsan öz nəfsinə baxsa, subhanallah, necə əcaibdir. İnsan necə xəlq edildi, necə yaradıldı. Fəlyanzuril insanu mimma xuliq. İnsan nədən yarandığına bir baxsın. Xuliqa min ma'in dafiq. O axıdılıb, süzülmüş bir nütfədən yarandı deyir Allah Azza və Cəllə. Diqqət edin. Dedik axı söhbətimizin öncəsində Allah qullarına qarşı mərhəmətlidir. Allah bizim eşidib ibrət almağımızı istəyir. Allah deyir ki, insan bir baxsın, görsün nədən xəlq edilib. O insan ki, bəlli bir yaşa çatdıqdan sonra Allaha baş qaldırır. Vallahi mən deyir, hər şeyə özüm nail olmuşam. Nə Allah, nə kitab, nə din. Hər şey öz əməyimlədir deyir. Bəs səni ana bətnində öz əməyin saxlamışdı suyun içərisində. Yox vallahi. Sən 9 ay ananın bətnində aciz bir formada oturmuşsan, gözləmişsən nəyi? Allahın əmrini, ta çıxacağın günü. İnsan ana bətnində bir suyun içərisində qalıb. Təsəvvür edin ki, insan suda yaşaya bilən bir məxluq deyil. Allah insan üçün ibrət edir. Allah düşünməyimizi istəyir. Bir damla sudan səni necə xəlq etdiyini Allah Azza və Cəllə öz əzəmətli kitabında aşama-aşama bizə bildirir. İnsan anasının bətnindən, diqqət edin əziz qardaşlar, İnsan anasının bətnindən çıxır. Bu önümüzdə olan təamların heç birisini yiyə bilmir. Heç birisini, nə ətini, nə kababını, nə çörəyini, heç bir şey yiyə bilmir. Allah Azza və Cəllə anasının bətnindən çıxmaqla bərabər anasının sinəsində onun üçün təam hazırlayır. Subhanallah. Necə o yaradanların ən xeyirlisi olmasın? Sən ana bətnindəsən, ana bətnindən çıxırsan, vallahi heç bir təamı yiyə bilməzsən. Allah sənin üçün o təamı hazırlayıb. Məgər belə bir Allah ona qul olmağı haqq edən bir Allah deyil? Məgər belə bir Allah, belə bir ilah önündə səcdə edilməyi haqq edən bir Allah deyil? Məgər belə bir Allah hər bir məsələdə təkləşdirilməyi haqq edən bir Allah deyil? Tək olan, aləmlərin Rəbbi olan Allah Azza və Cəllədir. Allah bizim ibrət almağımızı istəyir. İmam İbn Qayyim rahimehullah İslam alimlərindən birisidir. Deyir ki, oturdum deyir, insanın mükəmməl yaradılışına baxdım deyir. Diqqət et, Allah sənə ayağın üstə dura biləcəyin bir bədən verib və sənə bir baş verib və o başı Allah gətirib sənin tam bədəninin üzərinə qoyub deyir. Necə də deyir, insanı Allah Azza və Cəllə necə də gözəl bir biçimdə xəlq edib. Allah Azza və Cəllə deyir, ona dişlər və dodaqlar verib deyir və ona dil verib deyir. Və siz təsəvvür edin ki, Allahın vermiş olduğu insana bir dənə dil balaca bir formada kəsik olsa, dili dişinə dəyməsə, insan danışa bilmir. Allah Azza və Cəllənin verdiyi neymət bir balaca əksik olsa insanda, dili dişinə dəyməsə danışa bilməyəcəksən. Dili dişinə dəyməsə gözəl sözləri tələffüz eləyə bilməyəcəksən. Və Allah o dişləri iki dodaq ilə örtdü Allah Azza və Cəllə.
Ta ki insanlarda bir kərahət olmasın. Ta ki insanlar o dişlərə baxdığı zaman bir kərihlik, bir kərahət olmasın deyə Allah Azza və Cəllə onu iki dodaqla örtdü. Sonra Allah ona elə bir göz verdi ki, o göz ilə insan əl çatmaz olan ayı görür. O göz ilə insan əl çatmaz olan günəşi görür. O göz ilə insan Allahın ona vermiş olduğu neymətləri görür. Burada elə bir insan yoxdur ki, ona deyəsən ki, sənə bütün dünyaları verəcəm, o iki gözünü ver mənə. Yoxdur elə bir insan desin ki, bütün dünyalar mənim olsun, iki gözümü götür. O iki göz səndən getdikdən sonra dünyanın məgər qədir qiyməti ola bilər? O görmüş olduğun şeylər, daha doğrusu görə bilmədiyin şeylər sənə həzz verə bilər? Mümkün deyil. Allah Azza və Cəllə həmin o göz, hansı ki sən ondan pislə yaxşını ayırt edə bilirsən, gözəllə çirkini ayırt edə bilirsən. Allah Azza və Cəllə onun üzərinə o gözü qorumaq üçün qapaqlar indirdi. Allah Azza və Cəllə o gözü qorumaq üçün kirpiklər düzdü ora. Necə də yaradanların ən gözəli olan Allah Azza və Cəllə necə insanı gözəl bir biçimdə xəlq edib. Siz təsəvvür edin, göz, həmin o görən gözün üzərində qapaq və insanda bunun üçün böyük ibrət var. Həmsin insanın burnu, həmsin insanın barmaqları. Alimlərdən birisi dünyəvi araşdırmalar edən, yəni İslam ilə də bir əlaqəsi olmayan, deyir ki, mən deyir oturdum, Allahın deyir məndə yaratmış olduğu, məni yaradanın məndə yaratmış olduğu 5 dənə barmağımı incələdim deyir. Niyə görə 4 deyil, niyə görə 6 deyil, 7 deyil? Və deyir, hara döndərdimsə 5 barmaqdan daha pratik heç bir şeylə rastlaşmadım deyir. Hara döndərdimsə elə insanın yaradılışı 5 barmaq üzərinə ən mükəmməli də odur, ən pratiki də odur, ən gözəli də odur deyir. Və sonra deyir ki, diqqət et, Allah Azza və Cəllə o barmaqların üzərinə dırnaq qoyub bir dırnaq. İnsana bəsit görsənə bilər bu dırnağın necə bir önəmi ola bilər ki. Fəqət Allah Azza və Cəllə insanın bəzən elə ehtiyacı olur ki, məsələn qaşınmaq kimi o dırnaq olmasa insan o ehtiyacını qaldıra bilmir. Təsəvvür elə, sən qaşınırsan, o dırnaq vasitəsilə bədənini qaşıyırsan, üzünü qaşıyırsan, saçını qaşıyırsan. Halbuki insana bəsit gəlir, üzərində düşünmür. Fəqət Allah Azza və Cəllə hər bir şeyi ən gözəl biçimdə yaradıb. İnsana gözəl bir surət verib, aləmlərin Rəbbi olan Allah Azza və Cəllə. Sonra şeyx deyir ki, diqqət edin deyir, Allah Subhanahu və Teala qaş da bir tükdür, saç da bir tükdür. Necə ola bilər ki deyir, insanın saçı uzanır, amma qaşı uzanmır deyir. Məgər bunu nizama salan, ən gözəl şəkildə nizamlayan, aləmlərin Rəbbi olan Allahdan başqası eləyə bilərdi. İnsanın qaşı da uzanardı. Orada bəzi atomlar gedir, burada bəzi atomlar gedir. O da bəlli səbəblərlə uzanır, bu da bəlli səbəblərlə uzanır. Fəqət Allah insanı ən gözəl biçimdə yaradacaq. Allah insana elə etdi ki, onun qaşı uzanmır, lakin onun saçı uzanır. Bax, yaradanların ən xeyirlisi olan Allah Subhanahu və Teala necə hər bir şeyi ən mükəmməl şəkildə xəlq edir. Həmçinin Allah Subhanahu və Teala qadınla kişini bir-birindən fərqləndirib. Kişinin üzündə tük çıxır, lakin qadının üzündə tük çıxmır. Şeyx deyir ki, çünki kişi ilə qadının yaradılışı etibarilə onlarda bir fərq var. Məsələn, üzündə saqqal olsa da olmasa da bir insana baxdığın zaman bilirsən ki, bu kişidir. Düzdür? Necə bilirsən? Onun üzünün heybətindən. Yaradan olan Allah qadınla kişini bir-birindən fərqli yaratdı. Çünki deyir, kişinin heybətə ehtiyacı var, lakin qadının heybətə ehtiyacı yoxdur. Qadının ehtiyacı olan şey zəriflikdir, incəlikdir. Allah onun ehtiyacı olduğu hal üzərə onu yaratdı. Amma kişidə əsl olan heybətdir, kişidə əsl olan zəhimdir. Allah da onu o şəkildə yaratdı. Allah kişini bir heybətlə yaradıb. Və yeri də gəlmişkən, məqam gəlmişkən, bəzi insanlar baxırsan ki, subhanallah, necə əcaibdir, Allahın yaratdığı hal üzərə qala bilməyib. Allahın kişiyə yükləmiş olduğu bir heybət var, o heybətdən çıxıb. Oynamaqla, hansı ki o oynamaq iyrənc formada, qadın kimi oynamaqla, insanların önünə çıxıb qadın kimi danışmaqla, bu günləri nə qədər də yayğındır, kişilər qadınlaşmağa doğru gedir. Allahın yaratdığı hal üzərə qalmır. Və insan fitrəti Allahın yaratdığı hal üzərə bir şey çıxanda insan o şeyi qəbul edə bilmir. Hansı bir kişi və ya hansı bir qadın kişiləşən bir qadını qəbul edə bilər? Hansı bir kişi, hansı bir qadın, hansı bir əql sahibi qəbul edə bilər ki, kişinin heybəti gedib və o artıq qadın kimi danışmağa başlayıb.
artıq o qadın kimi oynamağa başlayıb. Qadınlar kimi oynayır, qadınlar kimi gülür, qadınlar kimi əylənir, mümkün deyil. Ona görə hər bir şey Allahın yaratdığı hal üzərə qalanda, fitrət üzərə qalanda xeyirli və bərəkətli olur. Və sonra Allah Subhanahu wa Ta'ala öz əzəmətli kitabında bizə yerləri və göyləri xəlq etməsindən danışır. O ki, göyləri səmada dirəksiz tutdu. O ki, yeri bizim ayağımızda sabit saxladı. O Allah ki, Təbarəkə və Teala göy üzünə elə bir rəng verdi ki, İmam İbn Qayyim rahimehullah insanların ifadəsini bizə aktarır. Deyir ki, insanlar deyir, ittifaq etdilər ki, yəni fikir birliyinə gəldilər ki, o göydə olan rəng ki var, açıq rəng, mavi rəng, açıq mavi, elə bir insan yoxdur ki, o səmaya baxdığı zaman narahat olsun. Desin ki, mən bu göyün rəngindən çox narahat oluram. Fəqət deyir, o rəngdən başqa bir rəng olsaydı, sarı kimi, qırmızı kimi, yaşıl kimi, insanlar mütləq ondan narahat olacaqdılar. Fəqət Allah elə bir rəng seçdi ki, bütün insanlar o göyə baxacaqlarından dolayı, insanlar o göyə baxdıqları zaman rahatlıq tapsınlar. Əksər insanlar deyirlər ki, vallahi biz göyə baxdığımız zaman, səmaya baxdığımız zaman içimizə bir rahatlıq gəlir. Nəyin səbəbi ilədir? Yaradanların ən xeyirlisi olan Allah Subhanahu wa Ta'ala elə bir şəkildə yaradıb ki, sənin içini bilir, sənin nə istədiyini bilir, sənin bu dünyada nəyi yiyib, nədən razı qalacağını bilir və bütün bu neymətləri sənin ağız dadına uyğun tənzimləyən Allah Subhanahu wa Ta'aladır. Hətta sənin baxacağın o göy üzünü, hətta gecələr o baxıb ulduzlara ki baxırsan, onlar baxırlar və Allahın yer üzərinə düzmüş olduğu şeylərdən ibrət alırlar. Ey Rəbbimiz, sən nə qədər ucasan, sən aləmlərin Rəbbisən, sən bizim yolumuzu işıqlandırmasaydın, kim bizim yolumuzu işıqlandıracaqdır? Necə Allah Azza və Cəllə öz əzəmətli kitabında bunu bizə bildirir. Əgər Allah zülməti gətirsə, o zülməti sizin üzərinizdən qaldıracaq olan kimdir, deyir Allah Azza və Cəllə? Aləmlərin Rəbbi olan Allah Subhanahu wa Ta'ala hər bir şeyi bizim üçün xəlq etdi, ta ki biz o şeylərdən narahat olmayaq, ta ki biz o şeylərə baxdığımız zaman yorulmayaq. Baxın, gözümüzün önündə bizim keçmişimiz böyüyür. O uşaqlar ki, o övladlarımız ki, böyüyürlər. Və lakin onlar böyüdükcə biz kiçilirik. Məgər ibrət yoxdur insan üçün. Onlar böyüyürsən, kiçilirsən. Onlar cavanlaşır, sən isə qocalırsan. Onların beli dikəlir, sənin isə belin bükülür. Necə ki, gecə ilə gündüz bir-birini əvəz edir. Ağıl sahibləri üçün Allah Azza və Cəllə deyir ki, bunda insanlar üçün ibrət var. İnsan baxdığı zaman, düşündüyü zaman ibrət ala bilər. Əgər insan düşünməsə, baxsa, boş baxışlarla baxsa, boş səs eşidirmiş kimi dinləsə, heç vaxt insan ibrət ala bilməz. Yerlərdən misal verdi, göylərdən misal verdi, insanın öz yaradılışından misal verdi və eləcə də Allah Subhanahu wa Ta'ala heyvanlardan bizə misal verir. Əfələ yənzuruna iləl ibli keyfə xuliqat. Məgər onlar görmürlər ki, biz dəvəni necə xəlq etdik? Məgər onlar görmürlər ki, biz dəvəni necə xəlq etdik? Nəyə görə dəvə? Dəvədə alacağımız ibrət nədir? Bu günləri bəzi insanlar var ki, bəzi texnologiyalar gördükləri zaman çox təəccüb edirlər. Məsələn, deyir ki, maşına bax, deyir, özü-özünü park eləyir. Maşına bax, deyir, rulu bırakırsan özü-özünə gedir, təəccüb eləyir. Gör, deyir, insanlar nələr düzəldirlər. Təəccüb eləyir, deyir ki, ChatGPT deyə bir şey çıxıb, nə yazırsan, deyir, sənə cavab verir, düşünmədən. Subhanallah, insan məgər bundan daha böyük nankör ola bilər Rəbbinə qarşı? Allah Azza və Cəllə elə bir biçimdə insan yaradıb ki, həmin insana elə funksiyalar yerləşdirib ki, mən hərəkət edirəm, beyin siqnal verir, əlim qalxır, beyin siqnal verir, dilim tərpənir, dilim dişimə dəyir, danışıram, hamısı bir anda gəlib axır, insan Allahın yaratdığına təəccüb etmir, ChatGPT-yə təəccüblənib. Allah misal verdi, əfələ yənzuruna iləl ibli keyfə xuliqat. Onlar dəvəni necə yaratdığımızı görmürlər. İnsan o öz-özünə gedən maşına təəccüb eləyir ki, səhrada yaşayır. O 50 dərəcə istidə, 60 dərəcə istidə Allah ona elə bir ayaq verib ki, onun ayağı o səhrada yanmır. İnsan ayağını o səhrada, o istidə 20 saniyə saxlasa ayağı pişir. Fəqət Allah dəvəni o səhra ortamına elə uyğunlaşdırıb ki, dəvə aylarla o səhrada yol geçsə də onun ayağına heç bir şey olmur. Allah dəvəyə elə bir göz verib ki, səhra ortamına uyğun, nə qədər böyük fırtına olursa olsun onun gözünə toz girmir. Allah o dəvəyə elə bir funksiya yerləşdirib ki, onun belinin üzərində su var,
və o suyu azaldığı zaman bunun fərqinə varır və dəvə gedir, öz su ehtiyacını doldurur. Məgər təəccüb ediləcək şey bu deyil. İnsan Allahın yaratdığı bu şeyə təəccüb etmir. Gedir öz-özünə park eləyən maşına təəccüb edir ki, vallahi siz hələ dindən danışırsınız. Siz hələ Qur'an deyirsiniz, insanlar nələr edirlər. Sən körsən vallahi. Sən miskinsən, sən görmürsən. Allahın yaratdığını görən biz geridə qalmışıq. Yoxsa Allahın yaratdığını görməyən sən insan geridə qalmısan. Şübhəsiz ki, sən insan geridə qalmısan. İnsanın bəsit olan şeylərə, o texnologiya ki, bir gün çökməyə məhkumdur. Amma Allahın yaratdığı şeylər çökmə məhkum deyil. Ta ki, Allah diləmədiyi müddətcə. İnsan nəyi qoyub, nəyə təəccüb edir? İnsanın məgər bundan daha böyük Allaha qarşı nankörlüğü ola bilər? Allah onu ən gözəl surətdə yaradıb. Buna təəccüb etmir. Əlinə baxıb, gözünə baxıb, övladına baxıb, bir damla sudan yaranmağına təəccüb etmir. İnsanların çox bəsit şeylər yaratdığı şeylərə təəccüb edir. Gör onlar nələr yaradırlar deyir. Vallahi insan bunun hesabını Allaha verəcək. Allaha etmiş olduğu nankörlüğün hesabını Allah Azza və Cəlləyə verəcək. Allah Azza və Cəllə bizə qarışqanı misal verir. Diqqət edin o qarışqaya, özündən 50 dəfə daha artıq bir yükü daşıyır. Hansı ürəklə, hansı gözlə, hansı düşünməklə bu qədər olan qarışqa Allah onun içərisinə o qədər şeyi necə yerləşdirib? Allah Azza və Cəllə onun içərisinə o qədər funksiyanı necə yerləşdirib? O ki, aləmlərin Rəbbi olan Allahdır. Bax, balaca qarışqada bizim üçün ibrət var. Allah o qarışqanı Qur'anda məsəl edir ki, insan baxsın, tək sən bu qədər insansən, sənə ürək, göz, qulaq verib, tək səninlə yetinməyib Allah Azza və Cəllə. Balaca bir qarışqada insan üçün nə qədər böyük ibrətlər var. Və dedik ki, Allah Azza və Cəllə bir çox şeydə insan üçün ibrət qoyub, fəqət ibrət alansın. İndi sonuc olaraq bütün danışdıqlarımızı özətləyəcək olsaq, Allahın bütün bu şeylərin müqabilində bizdən istəmiş olduğu şey nədir? Allaha şərik qoşmamaq. Allahın bütün bu şeylərin müqabilində bizdən istəmiş olduğu şey وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən bütün cinləri və insanları yarattım ki, mənə ibadət etsinlər. Allahın bizdən istəmiş olduğu şey, Allahın bizdən istəmiş olduğu şey budur. İnsanı yedirdən Allah, insanı içirdən Allah, insanı ana bətnində suyun içərisində saxlayan Allah, ana bətnindən çıxar-çıxmaz səni qidalandıran Allah, amma ibadət şərikli, belə bir şey ola bilər, həm sənə bütün bunları Allah verəcək, həm də sən Rəbbinə şərik qoşacaqsan. İləhum mə Allah, Allah Azza və Cəllə deyir ki, Allahla bərabər başqa ilahlar mı var? Allahla bərabər başqa ibadət ediləcək, Allahdan başqa hökmünə başvurulacaq, Allahdan başqa qanununa başvuracaq başqa ilahlarınız mı var deyir Allah Azza və Cəllə. Allahdan başqasına ibadət edəcəyiniz, Allahdan başqasına qurban kəsəcəyiniz, Allahdan başqasına dua edəcəyiniz ilahlar mı var? Bütün bunları bizə bəxş edən Allah, amma ibadət şərikli, həm o bizim Rəbbimizdir, həm ondan başqaları bizim Rəbbimizdir deyə bilərik. Sən Allahdan başqasına səcdə etmirsən, deyirsən ki, namaz ancaq Allaha olur, amma qurbanını aparıb Allahdan başqasına keçirsən. Sən deyirsən ki, Allahdan başqasına səcdə etmək olmaz, amma Allah da qanun qoysun, Allahdan başqaları da qanun qoysun. Məgər belə ola bilər? İləhum mə Allah, Allahla bərabər başqa ilahlar mı var deyir Allah Azza və Cəllə. Məgər bu tövhid deyil, məgər bu Allahı birləmək deyil. Allah Azza və Cəllə öz əzəmətli kitabında bütün bu şeyləri bizə bildirməsinin səbəbi nədir? Rəbbini bizə tanıt ey Muhammed, qul huvallahu əhəd. De ki, o Allah tək olan Allahdır. O Allah tək olan ilahdır, insanın bilməsi gerəkən. Bütün məsələlərdə Allah Azza və Cəlləni bərabər, Allah Azza və Cəlləni təkdirləşdirməsi gərəkir. Allah Azza və Cəllə başqa bir ayətdə buyurur ki, Allahu xayrun əmmə yüşrikun. Allah mı daha xeyirlidir? Yoxsa şərik qoşduqlarınız? İnsanlar Allaha şərik qoşurlar. Allah sual verir, Allah mı daha xeyirlidir? Yoxsa şərik qoşduqlarınız? O şərik qoşulanlar ki var, o torpaqda yatan, o ölü insan ki gedir ona qurban kəsir, ondan yardım istəyir, ona dua eləyir. Allah sual verir, o mu daha xeyirlidir? Yoxsa Allah daha xeyirlidir? Allah insanların həyatına, onların həyatında hökm etsin deyə bir kitab nazil edib. O mu daha xeyirlidir? Yoxsa Allahdan başqalarının bu halaldır, bu haramdır demiş olduğu şeylər daha xeyirlidir? Sözsüz ki, aləmlərin Rəbbi olan Allah Subhanahu və Teala'nın bizə nazil etmiş olduğu şey ən xeyirli olandır və müsəlman olan, mən müsəlmanam deyən insan hər bir məsələdə aləmlərin Rəbbi olan Allahı təkləşdirməlidir. Aləmlərin Rəbbi olan Allah tək olan ilahdır
O bizim ilahımızdır. Ya Rabbi, sən şahid ol ki, qövmümüz şahid olsun ki, biz səni təkləşdirdik. Bizim səndən başqa ilahımız yoxdur. Bizim səndən başqa həyatımıza hökm qoyacaq heç kimsə yoxdur. Bizim səndən başqa həyatımızı idarə edəcək heç kimsə yoxdur. Biz səndən başqasına ibadət etmirik. Sən və qövmümüz şahid olsun ki, ya Rabbi, biz özümüzə və insanlara çatdırdıq. Allahım şahid ol, Allahım şahid ol, Allahım şahid ol. Allahdan istəyirəm ki, Allah bizi eşidib fayda alan qullardan etsin. Allahdan istəyirəm ki, Allah Azza və Cəllə bizim canımızı müsəlman olaraq alsın. Allahdan istəyirəm ki, Allah Azza və Cəllə məclisimizdə iştirak edən, hidayətə nail olmamış insanlara Allah hidayət etsin. Allah onları İslam ilə izzətləndirsin və bizi də İslam qardaşı etsin. Allahümmə əmin, Allahümmə əmin, Allahümmə əmin. Uzaqdığımdan dolayı hamınızdan halallıq istəyirəm, hamınızdan üzrxahlıq edirəm. Bəlkə biraz uzun oldu. Allah Azza və Cəllə faydalı etsin. Eyni zamanda evlənən bacımı da, qardaşımı da təbrik edirəm. Peyğəmbər sallallahu aleyhi və səlləmin yeni evlənənlər üçün etmiş olduğu duanı mən də onlar üçün edirəm. Barakallahu ləkə və baraka aleykə və cəmə beynəkuma fi xeyr. Allah Azza və Cəllə onlara göz aydınlığı olan bir zürriyyət nəsib etsin. Allahümmə əmin və axiru davanən elhamdülillah.